Şəkidə Aqrar Biznes Festivalı və Toxum Sərgi Satış Yarmarkası baş tutub. Sərgi çərçivəsində Şəkidən toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də yerli fermerlər məhsullarını nümayiş etdiriblər. Festival zamanı iştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumatlar təqdim olunub. Habelə təlim keçirilib. Bu ildən başlayaraq bölgələrdə məhsul festivallarına da start vermişik. Artıq bizim 12 bölgədə məhsul festivalımız keçirilib. Məhsul festivallarının keçirilməsinin əsas məqsədi həmin bölgənin, bölgəyə xas olan məhsul ətrafında klasterin formalaşdırılmasıdır, emal müəssisələrinin yaradılmasını təşviq etməkdir, həmçinin də aqrar turizm potensialının yüksəldilməsidir. Festival iştirakçılarına Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi vahid stenddə regionun aqroiqlim və torpaq şəraitinə uyğun tövsiyə olunan toxum növləri, yumşaq buğda və arpa sortları təqdim olunub. Fermerlərə payızlıq taxıl əkinlərində sertifikatlı toxumlardan istifadə mövzusunda təlim də keçirilib. Təkcə bu həftə ərzində ikinci Aqrar Biznes Festivalıdır ki, biz qatılmışıq. Xankəndində olmuşuq, Qusar şəhərində olmuşuq, bugün Şəkidəyik və daim olaraq, mütəmadi olaraq bu tipli festivallarda çalışırıq ki, həm şirkətimizi təmsil edək, həm də ki, yerli fermerlərlə yaxın kontaktda olaq. Dediyim kimi, polihalit konsepti olaraq təkcə bir gübrə deyil, polihalitdən 6 növ gübrə istehsal olunur və hər bir gübrə müvafiq torpaqlara uyğundur. Hər hansısa bir fermerin torpaq analizinin nəticəsinə asılı olaraq onlara xüsusi resept yazılır və gübrələr təqdim olunur. Bu tipli sərgilər həm bizi kimi şirkətlərə, həm fermerlərə çox böyük tövsiyə verir. Ona görə ki, biz də daha çox fermerləri tanıyırıq, məhsullarımızı daha yaxşı və daha ətraflı təqdim edə bilirik. Bu sərgilər fermerlərimiz üçün, əkinçilərimiz üçün daha faydalıdır. Bildiyiniz kimi, kənd təsərrüfatı sahəsində toxumçuluq əsas önəmli məsələlərdən biridir. Təlim zamanı iştirakçılara sertifikatlı toxumların seçilməsi, məhsuldarlığın artırılması üçün düzgün texnologiyaların tətbiqi, eləcə də regionun aqroiqlim şəraitinə uyğun əkin üsulları barədə ətraflı məlumat verilib. Fermerlər və toxum istehsalçıları birbaşa mütəxəssislə müzakirələr apararaq praktik tövsiyələr əldə ediblər.